Ya Allah, hoş gördük hörmətli izləyicilər. Yeni bir gündə salamlayıram sizləri. Bugün sizlərə gözəl bir mənzildən çəkilişə gəlmişik. Çəkilişə başladıq mənzilimizin qonaq otağından. Ya Allah, qonaq otağının təqdiminə zəhmət olmasa götür, geniş planda götür. Bu mənzilimizin ümumi qonaq otağıdır hörmətli izləyicilər. Mənzilimiz yerləşir Heydərliyə Parkının yaxınlığında. Bir nömrəli məktəbə, bağçaya yaxın bir yerdə yerləşir. 71 kvadrat 3 otaqdan ibarət gözəl bir mənzildir. Mənzil də yeni tikili apartman tipli 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir hörmətli izləyicilər. Gedək növbəti otaqlarla sizi tanış edeyim. Bu mənzildə gördüyünüz kondisioner qalacaq. Qonaq otağında kondisioner saxlanılır. Gəl zəhmət olmasa. Ümumi dəhlizini götür. Dəhlizi hörmətli izləyicilər metallı istifoldur. Mətbəxi də, dəhlizi də hamı ayaqlısı istifol. Ümumi geniş planda bir dənə zəhmət olmasa dəhlizini götür. Dəhlizini götür. Gəl bura. Dəhlizini götür, gəl sanitar qovşağını götür, zəhmət olmasın. Sanitar qovşağıdır, yerlikdə istifoldur, hörmətli izləyicilər. Buranı götür, burada desko otağıdır. Belə götür. Bu desko otağıdır. Gəl bura zəhmət olmasın, bura yataq otağıdır. Buranı götür. Bu yataq otağı dəsti qalacaq, hörmətli izləyicilər. Gördüyünüz yataq dəsti qalacaq mənzildə. Görürsünüz, qəşəng figurla, alçıbanla işlənilib, gizli işıqlarla. Çox zövqlə təmin olunmuş, şəxsi təmin olunmuş mənzil hörmətli izləyicilər. Bura mətbəxidir. Götür mətbəxində zəhmət olmasa. Bu mətbəx mebeli qalır. Qaz, işıq, su, bütün kommunal xəttləri mövcuddur. Eyvanı da var, görürsünüz. Mənzil o qeyd edim ki, hörmətli izləyicilər, gəl bura zəhmət olmasın. Mənzilimiz çıxarışlı mənzil, hörmətli izləyicilər. Vurğulayım ki, ipotekə yararlı mənzildir, çıxarışlı mənzildir, qanuni 3 otaqdan ibarətdir. Gözəl bir şəxsi təmin olunmuş mənzildir, hörmətli izləyicilər. Qiymətini açıqlama bölməsində qeyd edəcəm. Sizin də satışlar videolarınız varsa bizə müraciət edə bilərsiniz. Tez bir zamanda satışında sizə köməkli göstərərik. Ən əsası da videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Günü-gündən yeni videolarla hörmətli izləyicilər qarşınıza çıxırıq. Bu günlük bu qədər. Sağ olun, var olun.